Zənginliyin sınağı ucsuz-bucaqsız dağların qoynunda, torpağın hər qarışı, hər daşında nəsillərin izlərini, əcdadların sirlərini daşıyan Günəşliyə adlı kiçik bir kənd yerləşirdi. Bu kəndin dar daş yolları, ətrafda uzanan geniş tarlalar, hündür çınqıllı ağaclar və axan çayların səsi insanların qəlbində dərin xatirələr buraxırdı. Hər səhər dağların zirvələrindən süzülən günəş şüaları, torpağın nəm qoxusu və dumanlı səhərin sükutunda insanlara həyatın əbədi dəyişməz dəyərlərini xatırlayırdı. Lakin bu kənddə zənginlik yalnız pul və maddi varlıqla ölçülmürdü, o insanın ruhunda, qəlbində, ailəsində və ənənələrində yaşadığı sarsılmaz dəyərlərin, mərhəmət, sevgi, qürur və səmimiyyətin simvolu idi. Kəndin ən zəngin ailələrindən biri Məcidovlar ailəsi nəsillər boyu torpaqla, ənənələrlə və öz sarsılmaz inamları ilə seçilən, lakin eyni zamanda çox məsuliyyətli və vicdanlı bir ailə olmuşdu. Məcid bəy, ailəsinin başçısı, uşaqlığından bəri kəndin ən hörmətli adamlarından biri sayılırdı. O, yalnız böyük torpaq sahələri və mal-mülklə deyil, həm də səmimi qəlbi, ədalətli hökmü və insanlara qarşı göstərdiyi mərhəmətlə tanınırdı. Onun övladları da onun dəyərlərini daşımaq, həyatda yalnız maddi zənginliklə deyil, həm də mənəvi zənginliklə öyünmək arzusunda idi. Lakin həyatın sərt reallıqları və zamanın sınaqları bəzən insanın ruhuna ağır yüklər qoyurdu. Məcid bəyin ən böyük övladı Fərid, gəncliyində böyük şəhərlərə, geniş imkanlara və lüks həyat tərzinə can atmışdı. O, ailəsinin torpaq sahələrindən və mal-mülkdən kənara çıxaraq, şəhərin parlaq işıqlarında və zəngin həyatında özünü sınamaq istəyirdi. Fərid, şəhərdə çoxlu pulla, lüks avtomobillərlə, böyük evlərlə və ziyafətlərlə dolu bir həyat yaşasa da, içində bir boşluq, bir narahatlıq, həmişə sanki o əsl zənginliyin, mənəvi zənginliyin, əskikliyini hiss edirdi. Günlər illərlə keçdi, Fərid şəhərin parlaq, lakin soyuq reallığında özünü itirmiş, maddi zənginliklərlə dolu olsa da, ruhunun dərinliyində itirilmiş bir insan kimi qaldı. O, ətrafındakı hər şeyin müvəqqəti olduğunu, gerçək zənginliyin isə insanın qəlbindən, ailəsində və ənənələrində yaşadığını dərk edə bilmirdi. Lakin bir gün şəhərin səs-küylü küçələrindən uzaqlaşaraq, Fərid öz his dünyasına qayıtmaq, ailəsinin və keçmişin izlərini yenidən tapmaq arzusu ilə Günəşliyə kəndinə geri döndü. Fəridin qayıdışı həm ailə üçün, həm də kənd üçün böyük bir hadisə oldu. Kəndin dar daş yolları, hündür çınqıllı ağacları və axan çayların səsi sanki Fəridin itirilmiş qəlbindəki ümid işığını yenidən işıqlandırmağa başladı. O, atası Məcid bəylə, anamın, bacılarının, qardaşlarının və kəndin bütün sadiq insanları ilə bir araya gəldi. Hər kəs Fəridin qayıdışında onun içindəki sarsılmaz mənəvi zənginliyi, keçmişin dərin xatirələrini və gələcək üçün doğan ümidləri tapacağını ümid edirdi. Kəndin hörmətli ağsaqqalı Əli bəy məclisdə toplanan insanlara səmimi və dərin sözlərlə belə deyirdi: "Əziz övladlarım, zənginlik yalnız pul və mal-mülk deyil. Həyatın əsl zənginliyi qəlbdə, ailədə, ənənələrdə və insana göstərilən mərhəmətdədir. Bəzən biz maddi zənginlik axtararkən ruhumuzun, qəlbimizin sarsılmaz dəyərlərini unuduruq. Gəlin, keçmişin dərslərindən, itirilmiş sevginin xatirəsindən və gələcəyin ümid dolu işığından öyrənək. Həqiqi zənginlik, insanın içindəki dərinliyindən, ailəsinin və kəndimizin birliyində yatır." Fərid bu sözləri dinləyərkən öz içində uzun illər boyu itirdiyi mənəvi zənginliyin və sevginin nə qədər vacib olduğunu dərindən anladı. O, təkcə şəhərin parlaq, lakin soyuq işıqlarında yox, həm də kəndin səmimi, isti və dərin qəlbində əsl dəyərləri tapdığını hiss etdi. Geri döndüyü günlərdə Fərid kəndin hər küncünü yenidən kəşf edirdi. O, uşaqlığından bəri oynadığı dar küçələri, evinin qabağındakı bağı, axan çayın şırıltısını, torpağın nəm qoxusunu və gecələrin ulduzlarla bəzənmiş səmalarını seyr edirdi. Bir gün Fərid kəndin mərkəzində qədim məclisdə toplanan insanlara öz həyatında yaşadığı dəyişiklikləri, itirilmiş sevgi və kədərin öhdəsindən gəlmək üçün qazandığı yeni ümidləri danışdı. O, səmimi və dərin bir səs tonu ilə belə dedi: "Həyat hər anı ilə, hər dərsi ilə bizə öyrədir ki, maddi zənginlik keçicidir. Amma əsl zənginlik qəlbdə, ailədə və ənənələrdə yaşar. Mən şəhərin parlaq işıqları altında çox şey əldə etdim, lakin içimdə boşluq, narahatlıq, itirilmiş sevgi hiss edirdim. Geri qayıtdığım bu ev, bu torpaq, bu insanlarla birlikdə mənə öyrətdi ki, ən dərin zənginlik bizim içimizdə yatan mərhəmət, sevgi və sarsılmaz inamdır. Hər acı, hər kədər, hər itki, bunlar bizə həqiqətən nəyin dəyərli olduğunu göstərir. Mən indi bütün bu illərin dərsindən sonra əsl zənginliyi, evimizin, ailəmizin və kəndimizin sarsılmaz dəyərlərini yenidən kəşf etdim.
Bu sözlər məclisdə toplanan bütün insanlara dərin təsir buraxdı. Kəndin gəncləri Fəridin bu səmimi çıxışından ilham alaraq həyatlarının mənəvi zənginliyinə daha çox önəm verməyə başladılar. Onlar yalnız mal-mülk, pulla deyil, həm də sevgi, mərhəmət, inam və ailə dəyərləri ilə zənginləşməyə can atdılar. Fərid öz keçmişinin acı xatirələrini, itirilmiş sevginin kədərini və şəhərdə yaşadığı soyuq həyatın boşluğunu arxada buraxaraq qəlbində, ailəsində və kənddə əsl zənginliyi tapdı. Günlər illərlə ölçüldüyü Günəşliyə kəndinin dar daş yollarında, axan çayın səsi arasında və tarlalarda çalışan insanların əməyi ilə evlərin pəncərələrindən içəri süzülən günəş şüaları altında həyatın dərin mənası bir daha canlandı. Hər ev, hər ailə keçmişin izlərini və gələcəyin ümidini daşıyan dərin bir yuvaya çevrildi. Fəridin qayıdışı yalnız öz şəxsi səyahəti deyildi, o, bütün kəndin, bütün ailələrin, bütün insanların qəlbində yaşayan əsl zənginliyin, sevgi, mərhəmət və sarsılmaz inamın təcəssümü idi. Kəndin hər küncündə, dar daş yollarında, meşələrin sükut dolu kölgəsində və axan çayın nəbzində zənginlik sözü artıq yalnız maddi varlıqla ölçülmürdü. O, insanın ruhunda, qəlbində, ailəsində, ənənələrində yaşayan və nəsillərin xatirəsində sarsılmaz inamın, sevginin və mərhəmətin simvoluna çevrilmişdi. Kənd sakinləri hər çətinlik qarşısında itirilmiş sevincləri və keçmişin kədərini ürəklərində daşıyaraq gələcək üçün daima sarsılmaz ümid və sevgi ilə irəliləməyə davam etdilər. Bir axşam kəndin mərkəzindəki qədim məclisdə bütün sakinlər bir araya gəldilər və Əli bəy səmimi sözlərlə belə dedi: "Əziz övladlarım, zənginlik yalnız hesabda olan pul və mal deyil, o bizim qəlbimizdə, ailəmizdə və ənənələrimizdə yaşayan əsl dəyərlərdir. Biz hər çətinliyi, hər itkiyi sevgi və mərhəmətlə aşdıqca ürəklərimizdə əbədi bir zənginlik, sarsılmaz bir inam yaranır. Hər birimizin içində itirilmiş sevinclərin, keçmişin acı dərslərinin arxasınca doğan o parlaq ümid var. Bu, bizim ən böyük zənginliyimizdir." Əli bəyin bu sözləri Məcidovlar ailəsinin bütün üzvlərinə və kəndin hər kəsinə dərin təsir buraxdı. Fərid öz qəlbindəki sarsılmaz dəyişiklikləri, keçmişin kədərini və şəhərin soyuq həyatını arxada buraxaraq içindəki əsl zənginliyi, ailəsinin, kəndinin və dərin insan dəyərlərinin tapdığını hiss etdi. O, indi anladı ki, hər bir insan istər kasıb, istər zəngin olsun, əsl dəyər yalnız maddi varlıqla ölçülmür, o, qəlbdə, ruhda, ailədə və ənənələrdə yaşar. Zaman keçdikcə Günəşliyə kəndinin sakinləri həyatın sərt reallıqları və çətinlikləri ilə üz-üzə gəlib, hər bir narahatlıq, kədər və itki qarşısında sarsılmaz sevgi, mərhəmət və inamla bir-birinə dəstək oldular. Hər kəs bu dərin dərsləri öz ürəklərində daşıyaraq gələcək üçün yeni ümidlər, yeni arzular və sarsılmaz bir qürur yaratdı. Fərid və onun kimi gənclər kəndin dar daş yollarında, meşələrin sükutlu kölgəsində, axan çayın səsi arasında öz içlərində əsl zənginliyin və sarsılmaz inamın izlərini taparaq həyatda yalnız maddi, həm də mənəvi varlıqlarla dolu bir gələcək qurdu. Beləliklə, zənginliyin sınağı adını verdiyimiz bu dastan Tolstoyun geniş ürəklə həyatın həm acı, həm şirin anlarını, həm kədərin, həm də sevginin sarsılmaz gücünü bir araya gətirən əsərləri kimi nəsillərin qəlbində, hər bir evin divarında, kəndin dar daş yollarında və meşələrin sükutlu künclərində əbədi olaraq yaşayırdı. Hər bir nəfəs, hər bir addım, hər bir gözyaşı və gülüş insanlara öyrədirdi ki, əsl zənginlik, sevgi, mərhəmət, bağlılıq və sarsılmaz inam heç vaxt maddi varlıqlarda yox, qəlbdə, ailədə və ənənələrdə o əbədi, səmimi dəyərlərdə yatır. Bu hekayə Məcidovlar ailəsinin, xüsusilə də Fəridin və onun kimi gənclərin sarsılmaz inamı və qəlbində daşıdıqları əsl zənginliyi, həyatın sərt sınaqları qarşısında necə də böyüdüyünü, həmçinin insanın öz içindəki dərin sevgi və mərhəməti necə yenidən tapdığını göstərən, ömür boyu yadda qalan bir dastan kimi nəsillərə ötürüldü. Hər kəs zənginliyin sınağı ən ürəklərində daşıyaraq həyatın hər çətinliyinə, hər itkinə qarşı sevgi və inamla irəliləməyi öyrəndi və bu dərin dərsləri gələcək nəsillərə miras qoydu. Beləliklə, zənginliyin sınağı yalnız maddi varlığın ölçüsü deyildi, o, insanın qəlbində, ailəsində, kəndin ənənələrində və keçmişin, indinin, gələcəyin birləşdiyi o sarsılmaz dəyərlərdə yatırdı. Hər kəs bu əsl zənginliyi tapdıqca həyatın hər anını sevgi və mərhəmətlə qarşılamağa, hər çətinliyi ümid və inamla aşmağa davam etdi. Bu sarsılmaz ruh, Xıdırabadın dar daş yollarında, meşələrin sükut dolu kölgəsində və axan çayın melodiyasında əbədi olaraq yaşadığı insanlara öyrətdi ki, əsl zənginlik, maddi varlıqlardan daha çox, qəlbdə və ürəkdə yaranan sevgi və bağlılıqdır. Beləliklə, zənginliyin sınağı adını verdiyimiz bu nağıl, Tolstoyun əsərlərində gördüyümüz kimi geniş ürəklər insanın zəiflikləri ilə birlikdə gücünü,
Hər çətinliyin arxasında doğan yeni ümidləri və sarsılmaz sevginin dərinliyini bir araya gətirən, nəsillərin qəlbində ömür boyu yaşayacaq bir dastan kimi gələcək nəsillərə ötürüldü. Hər kəs bu hekayəni ürəklərində daşıyaraq həyatın hər anının acı ilə şirin, kədər ilə sevincin birləşdiyi, sarsılmaz inan və sevgi ilə yaşadı və bu dərin dərsləri öz ömürlərinə tətbiq edərək, əsl zənginliyin nə demək olduğunu hər zaman xatırladı.